meseleye. Obrazanın sədalarını sədalandıran zaman o qədər bəyin qarşısını kəsmirsən, o qədər atalardan şirinlik almışsan, bir dənə 20'likdən qutaranmayasan. Bir dənə 20'likdən. Allah can sağlığı versin, nəvə şirinliyi verəsən inşallah. Buyur, el oba sizləri deyib gəlibdir, buyur. Ha, dayı, buyur, dayı. Hoş geldiniz. Salam aleyküm, akşamınız xeyir olsun. Mənim əziz, dəyərli qardaşlarım, musiqiçi dostlarım. Var olasınız ki, bugünkü gündə mənim sevincimə şərik olmuşsunuz. Gün o gün olsun, balalarınızın Allah Teala xeyir işlərini. Bizlərə nəsib eləsin, mən namizəddə gəlib iştirak edin, gözəl şəkildə. Gələn ayaqlarınız var olsun. Nəysə bir qüsur olarsa üzürü hesab edin, yəni bu başdan deyil. Gəlin ayaqlarınız var olsun, qovum əqrəbələrim. Xalqım, cəmaatım daha doğrusu belə deyəklər. Hamısını Allah Teala qapılarınızda xeyir işlər qismət eləsin. Beləsi günlərdən Allah Teala evlat toy gözləyənlərin də başına Allah nəsib eləsin. Gün o gün olsun, mənim kimi baba olsunlar. Böyüklərdən də üzr istəyirəm bu ifadə mədinə. Var olasınız, xoş gəlmişsiniz. Mən budam deyək ki, Allah xoşbaxt eləsin, qohumluğumuz daim olsun, mən də deyirəm amin. Amin inşallah, Allah sizləri mehriban eləsin, bir ildən sonra tutuq notuk günləri. Namizəd qardaşıma, sahib qardaşa göz aydınlığa verirəm. Olan xanımlarına göz aydınlığa verirəm. Allah hər ikisinin qalısını xoşbaxt eləsin. Gələn bu vaxtı inşallah nəvə görsünlər. Allah xoşbaxt eləsin. Bütün gələn qonaqların hamısına xoş gəlmişsən deyirəm. Hoş geldin deyirəm. O günlər olsun, onların da qapısında xeyir iş olsun. Mən babası namizət də gedib iştirak eləsin. Bütün rayondan var. Hamısı xoş gəlib. O xanəndə yoldaşlarımız da xoş gəlib. Əliz qolunuz var olsun. Amma bir dənə xahiş var da, bugün qonaqlarımız o qədər çoxdur ki, hamıya mikrofon versə gərək biz səhər 6-yacan burada olar. Heç kim incinməsin. Bax, mən hamıdan xahiş edirəm. Bir Kərbalay kimi, bir yoldaş kimi, ya bir qonaq kimi, baba kimi heç kim inciməsin. Ona görə qonaq çox çatdırmaq olmur. Xahiş edirəm, var inciməyin. Hamımızı öpürəm, bağrıma basıram mən kişi xaylaqlarını. Hamımız xoş gəlmişsiniz. Bütün rayonlardan, Bakıdan, Ucardan, Şəmkirdən, Qazaxdan, Gəncədən hamı qonaq gəlib, hamını bağrıma basıram. Öpürəm sizi, sağ olun. Acamaat, Allah mübarək eləsin. Bu günlərin bizim oğlunun xeyir işidir. Mən namizədin adından bütün bura gələnlərin hamısına can sağlıq, göz hoşluğu arzulayıram. O günlər olsun, sizinlə qapılarda xeyir iş qismət olsun. Biz də gedək, orada iştirak eləyək. Bu günlərin namizədin oğlunun xeyir işdə Allah mübarək eləsin. Torbalara qaçırdı, bütün ağayanları çalınan, bütün Azərbaycandan gələnlər var. Allah hamısının canını sağ eləsin, Allah mübarək eləsin. O günlər olsun, bizlər də olan xeyir sənəyidir. Allah mübarək eləsin. Mən də bir baba kimi balayım. Bir bütün qohumlardır. Mən nəvəmə xoş günələndirirəm. Kürəkəndə xoş günələndirirəm. Allah xoşbaxt edərsin. Uzun ömürlü olsun. Ona uzun ömürlüklər sağlayırım. Ailə sənətlərim. Namizəd, sənə də, xaloğlu sahibə də göz aydınlıq verirəm. Sizin bu qohumluğunuz daim olsun. Allah xoşbaxt eləsin. Allah o iki gəmizi xoşbaxt eləsin. Sağ olun. Çox sağ olun. Hamısı bağrıma basıram. Xoş gəlmişsiniz. İminli namizət qardaşımın dilinə hamısı bağrıma basıram. Bacılı, analı, qardaşlı. Allah Teala hamısı qapısında xeyir qismət eləsin. Namizət yaşı az olsa da Ali Aleyhisselamın bir sözü var. Deyir, dəyər bilməyənə dəyər vermək nəyə dəyər? Namizət dəyərli oğlandır. Aldaşlar
seçilmiş oğlandı. Seni bağrıma basıram. Allah gəlindən səni sevindirsin. Sahip kal oğlumdan sana. Uzun ömür can sağlığı arzulayıram. Bir de güzel mahnı çal, biz oynayalım.